Salam mənim əziz izləyicilərim. Bu günlər havanın soyuqluğundan istifadə edib piti hazırladım. Pitini Şəkinin məşhur saxsı qabında elədim. Qeyd edim ki, çox dadlı olur bu qabda və vamxodda pişir. Bunda siz yarpaq dolması da eləsəz çox fərqli dad çıxır. Öncə sümükləri yaxşılığına qaynatdım, kəfini yığdım. Daha sonra üzərinə bir baş soğanı 2 yerə bölüb əlavə elədim və axşamdan islatdığım noxudları əlavə eləyib üzərinə yağ, daha sonra bir xörək qaşığı tomat pastası, bir pomidoru çörkadan keçirtdim, bir balaca yarı biberi doğrayıb əlavə elədim. Duz, istiot, qara biber, pul biber, qırmızı biber və biraz sarı kök əlavə edib kartoşkaları 2 yerə bölüb üzərinə töküb yaxşıdan az xodda pişməyə qoydum. Düzdür deyəcəksiniz, Şəkidə biti kartoşkasız olur və yaxud da şabalıqla olur. Mən bu cür hazırlayıram, loğablı olur, çox dadlı olur. Kanalıma abunə olmağı unutmuruq, like'larınızı qoyun. Qeyd edin ki, mənim pitim çox loğablı çıxır və ümid edirəm bəyənəcəksiniz.